Hər kəsə salam. 15 iyul 2026-cı il tarixində keçirilən müəllimlərin işə qəbulu imtahanına düşən biologiya fənn suallarını təqdim edirəm. Öncə onu qeyd edim ki, sualları imtahan iştirakçılarını və özümün maksimum xatırladığım qədər, imtahandakı tipinə uyğun hazırlamağa çalışmışam. Bəzi sualların strukturunda və cavab variantlarında cüzi fərqlər ola bilər. Eee, Bunu nəzərə alın və, suallardan yalnız bəzilərinə doğru cavab variantını xatırladığım üçün digər səhv cavabları qeyd etməmişəm. Ümumilikdə 35 sual hazırlamışam. 3 sual haqqında video sonunda məlumat verəcəm. Burada öz əksini tapmayan suallardan xatırladığınız olsa, təbii ki, videonun rəy bölməsinə qeyd eləyə bilərsiniz. Baxırıq, birinci sual təzə 8-ci sinif dərslikdən olan bir sualdır. Keratinoza fermenti ilə bağlı qrafiklərə əsasən hansını söyləmək olar? Keratinoza fermentinin 2 amildən pH və temperaturdan asılılığını əks etdirən qrafikləri görürük. Hər iki amilin öncəki artımı görürük ki, fermentin fəallığını artırır, sonrakı artım fermentin fəallığını zəiflədir. Bununla bağlı ən doğru cavab B variantıdır. pH və temperaturun artması fermentin fəallığını artırır, doğrudur. Lakin yüksək temperatur denaturasiya səbəb ola bilər. Bu da doğrudur, çünki bilirik ki, fermentlər də zülaldır və yüksək temperatur zülalları denaturasiyaya uğradır. Yenə təzə 8-ci sinif dərslikdən olan bir sual. Ürəyin qapaqları haqqında olan sualdır. X-la ürəyin 3 taylı qapağı, Y-lə 2 taylı qapağı əks olunub. Bilirik ki, 3 taylı qapaq ürəyin sağ qulaqcığı ilə sağ mədəciyi arasında, 2 taylı qapaq sol qulaqcıqla sol mədəciyi arasında yerləşir. Buna müvafiq olaraq uyğunluğu tapsaq, venoz qanı mədəciyə ötürür. Venoz qan ürəyin sağ hissəsində olur, yəni 3 taylı qapaq X-a aiddir. Qan aortaya vurulan zaman bağlanaraq qanın geri qayıtmasının qarşısını alır. Qan aortaya sol mədəcikdən vurulur, yəni sol tərəfdəki 2 taylı qapaq Y, sol qulaqcıq yığılan zaman açıq olur. Yenə sol tərəfdə 2 taylı qapaq Y-a aiddir. Sağ qulaqcıqla sol mədəciyi arasında yerləşir. Belə bir cavab da var idi. Ümumiyyətlə bu səhvdir, çünki ürəyin sağ və sol hissəsi arasında heç bir əlaqə yoxdur. Qanın bir istiqamətdə sağ qulaqcıqdan sağ mədəciyə keçməsini təmin edir. Bu da yenə 3 taylı, yəni X-a aid olan xüsusiyyətdir. Növbəti sual təzə 8-ci sinif dərslikdə fəaliyyətdə əks olunmuş təcrübəyə əsaslanır. Hər məhlula 2-3 damcı yod məhlulu əlavə olunduğunu bilərək düzgün bəndi bizdən istəyir. Yod məhlulu bilirik ki, nişastanın təyin edicisidir və nişasta yodun təsirindən göy rəngə boyanır. Buna görə cavab variantlarının içərisində zülal, qlükoza deyil, yalnız nişasta məhlulunu seçəcəyik. Və diqqət etdiksə, yodun miqdarı eynidir təcrübədə. Sadəcə nişastanın qatılığı fərqli olduğuna görə məhlulların rəngi fərqlidir. Və məhlulun 0,1 faizli olan zaman bənövşəyi rəngə boyandığını, 0,1 faizli məhlulun göy rəngdə, 1 faizli nişasta məhlulun isə tünd rəngdə olduğunu bilirik. Ona görə deməli doğru cavab A variantıdır. Yenə təzə 8-ci sinif dərsliyindən sualdır. Burada X və Y qrafikdə qırmızı və yaşıl xəttləri göstərir. Yəni X qırmızı xətti, Y yaşıl xətti göstərirdi imtahanda. Burada mən onu qeyd etməmişəm. X estrogen, Y isə progesteron hormonudur və bununla bağlı variantlara baxırıq. Və X yumurtalıqda yaranır. Doğrudur, bilirik, estrogen hormonu yumurtalıqda sintez olunur. Y-in miqdarı uşaqlığın seyitli qişasının ən nazik olduğu fazada sabit qalır. Progesteron hormonu, yəni yaşıl xətt baxırıq. İlk fazada miqdarı sabitdir, dəyişməyib. Bu da doğru cavabdır. Uşaqlığın seyitli qişasını rejimi qəbul etmək üçün hazırlayır. Bəli, doğrudan da baxsaq, hamiləlik olduqda progesteronun miqdarı yüksək, hamiləlik olmadıqda isə aşağı düşür. Çünki hamiləlik olmadıqda uşağın seyitli qişası bilirik ki, qalınlaşma dayanır və qopub tökülür. Qalınlaşma isə hamiləlik olduqda baş verir. Bunu da estrogen, deməli, daha doğrusu progesteron hormonu tənzimləyir. Yəni bu da doğru bir variantdır. Növbəti sual qida şəbəkəsi ilə bağlıdır. Qida şəbəkəsində hansı canlı omnivordur? Bilirik, omnivorlar həm bitki, həm də heyvan mənşəli qida ilə qidalanan canlılara deyilir və bu qida şəbəkəsində kirpi omnivor canlıdır.
Şəkildəki prosesə uyğun olanları seçin. Baxın, şəkildəki proses faqositoz prosesidir. Buna uyğun olaraq, baxacağıq, rəqəmlərə. 1 iri bərk hissəciklərin hüceyrə daxilinə keçməsi. Bəli, həm faqositoz, həm də, pinositozda bilirik ki, iri bərk hissələr hüceyrə daxilinə keçir. Bu doğrudur. Bütün aləmlərdə baş verir. Faqositoz bilirik ki, yalnız heyvanlar aləmi nümayəndələrində baş verir. Digər 3 aləmdə hüceyrə divarı faqositoza mane olur. Lizosomun iştirakı ilə gedir. Bəli, burada həzm qovluqçuğunun formalaşmasında bilirik ki, lizosom iştirak edir. Yəni 1 və 3, deməli şəklə uyğun olanlardır. Növbəti 7-ci sinif dərslikdən olan sualdır. Bizə 2 habitat verilib, A və B habitatı. Hər habitatda, deməli baxırıq, fərdlərin sayı eynidir, 8 ədəddir. Lakin B habitatında 2 növ, A habitatında 3 növ qeyd olunubdur. Bununla bağlı yanlışı istəyirdi. B habitatında biomüxtəliflik indeksi 0,25-ə 25-dir. Bəli, 25-ə 0,25-ə bərabərdir hesablasaq, biomüxtəliflik indeksini tapmaq üçün bilirik ki, növ sayını fərd sayına bölürük. Yəni 2-ni 8-ə böləndə 0,25-i alırıq. Bu doğru cavabdır. A habitatında növ müxtəlifliyi daha çoxdur. Bəli, A habitatında, növ müxtəlifliyi B-dən daha çoxdur. Hər iki habitatda biomüxtəliflik indeksi eynidir. Xeyr, A habitatında, biomüxtəliflik indeksi 3-ü 8-ə bölməklə alınır. Bu da 0,25 eləmir. Yəni fərqli, indekslər alınır. Səhv cavab, C variantıdır. 8-ci suala baxırıq. Təbii seçmənin formalarına aid qrafiklər əks olunub. Birinci qrafik stabilləşdirici seçmə, ikinci hərəkət verici seçmə, üçüncü, disruptiv seçmənin qrafikidir və buna müvafiq uyğunluğu istəyir. Çınqılotunun tez çiçəkləyən və gec çiçəkləyən variasiyasının yaranması bilirik ki, bu disruptiv, yəni parçalayıcı seçmənin nəticəsidir. Zərərverici həşərat və bəzi gəmiricilərdə davamlı formaların yaranması bu hərəkət verici seçmənin, nəticəsidir. Heteroziqotların xeyrinə seçmədir. Heteroziqotların xeyrinə seçmə bilirik, bu da hərəkət verici seçmədir. Polimorfizmə səbəb olur. Əslində polimorfizmə səbəb, deməli həm, hərəkət verici seçmə, həm də disruptiv seçmə ola bilər. Amma, burada variantlarda hərəkət verici seçmə yox idi, yalnız disruptiv seçmə idi. Nümunəsi reliktlər və canlı qazıntılardır. Bu da, stabilləşdirici seçmənin xüsusiyyətidir. Növbəti sual, qida şəbəkəsində sonuncu halqaya ötürən enerji miqdarı 2000 kilocal, burada 0-ın biri əskik yazılıb, 20.000 kilocal olmalıdır. Enerji itkisinin 90% olduğu halda bitkidə toplanan enerji miqdarının minimum olduğu zənciri bizdən istəyir. Yəni minimum neçə halqa olar bu zəncirdə və bitkidəki enerji miqdarını istəyir. Bilirik ki, bitkidə toplanan enerji miqdarının minimum olması üçün burada halqa sayı az olmalıdır. Və variantlarda bizə 4 halqa və 3 halqa verilmişdi. Ən az halqa 3 halqa olan zaman bitkidə toplanan enerjinin miqdarı minimum olar və, bitkidə toplanan enerjinin miqdarı hər dəfə növbəti halqaya 10% keçdiyinə görə 200.000 kilocal olacaq. Yəni Y variantı. Əzələ atrofiyası, haqqında, sualı var idi. Səhv eləmirəmsə yanlışı soruşurdu. Xəstə daşıyıcı sağlam qadının və xəstə kişinin, fenotipi göstərilmişdi. Yanlış bir cavab istəyirdi bizdən. Tam olaraq xatırlaya bilmədim. Sualı, burada saxladım. Səhv eləmirəmsə orada cavab belə idi ki, doğru cavab, sonda alınan fərd var idi və o fərdin, sağlam olmasında, deməli yuxarıda sağlam, atanın rolu yoxdur deyə, bir fikir, var idi ki, o yanlış fikir idi. Tam olaraq xatırlaya bilmədiyim üçün qeyd eləməmişəm. 11-ci sual qan damar sisteminə aid sualdır. Belə bir sxem göstərilmişdi. Mən burada X və Y ilə işarə eləmişəm. Orada X-in yerində ağciyərin şəkli idi, və bilirik ki, deməli bu hissə kiçik qan dövranını, Y hissə isə böyük qan dövranını göstərir və bundan müvafiq qazların miqdarının dəyişməsini bizdən istəyirdi. Mən sadəcə doğru cavabı, əks eləyən qrafikləri burada çəkib göstərmişəm. Yəni, X kiçik qan dövranıdır. Kiçik qan dövranında bilirik ki, qanda oksigenin miqdarı zaman keçdikcə artır, karbon qazının miqdarı zaman keçdikcə azalır. Y böyük qan dövranını göstərir. Böyük qan dövranında oksigenin miqdarı zaman keçdikcə toxumalara verildiyi üçün qanda, azalır, karbon qazının isə qatılığı miqdarı artır. Növbəti sual yer üzərində həyatın yaranması ilə bağlı idi.
Bu nəzəriyyələrə görə ilkin atmosferdə oksigen qazı olmamışdır. Buna baxmayaraq üzvi maddələrin sintez prosesi baş vermişdir. Hansı mülasibə bunu daha düzgün açıqlayır? Bu bir növ situativ sual idi. Eee, orqanizmlərin, daha doğrusu üzvi maddələrin sintezi prosesi gedən zaman atmosferdə oksigen qazı olmamışdır. Bəs, üzvi maddə sintezi necə getmişdi? Yəni əslində bunu bizdən soruşur. İlk üzvi maddələr abiyogen yolla sintez olunmuşdu. Ona görə də ilkin atmosferdə, yəni oksigen olmağın heç bir, belə deyək, rolu yox idi. 13-cü sual. Qışı çılpaq toxumlu, örtülü toxumlar üçün ümumi olanı istəyirdi bizdən. Eee, Hər üçünə aid ötürücü toxumaları var. B variantı doğru cavabdır. Digərlərinə baxsaq, mayalama su mühitində gedir. Bu, yəni qıcılar üçün xarakterikdir. Qametofit üstünlük təşkil edir. Örtülü toxumlarda və çılpaq toxumlarda bilir ki, qametofit güclü reduksiyaya uğramışdır. Qametofiti sərbəst yaşayır, yalnız qıcıya aid əlamətdir. Ona görə də doğru cavab, yəni hər üçündə olan ötürücü toxumaları var. B variantı. Növbəti sual komensalizmə aiddir. Komensalizm bilirik ki, canlılar arasında olan elə əlaqə formasıdır ki, bir canlı üçün neytral, digər canlı üçün isə, əhəmiyyətlidir. Buna misal biz deyə bilərik, at pıtrağı bitkisinin heyvanın yununa yapışmasını. Doğru cavab da yəni buydu. At pıtrağı üçün müsbət, heyvan üçün, neytral olan əlaqədir. 15-ci sual viruslar törətmir. Difteriyanı bakteriyalar, vəbanı bakteriyalar, ekzemanı viruslar, qızılca, su çiçəyini virus, skarlatinanı da bakteriyalar törədir. Yəni virusların törətmədiyi difteriya, vəba və skarlatina olacaq. Fotosintezin işıq və qaranlıq fazaları üçün ümumi olanı soruşur. Xlorofilin həyəcanlanması yalnız işıq fazasında, suyun fotolizi işıq fazasında, karbonun birgə daxil olması qaranlıq fazada baş verir, amma fermentlərin iştirakı hər iki fazada baş verir. Diqqət etdiksə bizdən sualdan işıq və qaranlıq fazası soruşur. Yəni işıq və qaranlıqda deyil. Karbonun birgə daxil olması, yəni faza olaraq qaranlıq faza üçün nəzərdə tutulur. Ona görə də cavab variantı deməli fermentlərin iştirakı götürürük. 17-ci sual DNT molekulunun bir hissəsindən transkripsiya zamanı sintez olunan məlumat trendində 200 Russell nukleotidi var. Məlumat trendində 1200 nukleotidi olduğunu bilərək DNT molekulunun bu hissəsində 3 qat rabitənin 2 qat hidrogen rabitələrin nisbətini soruşur. Əslində qəşəng sualdır. Sadəcə olaraq bu sualda natamamlıq var və bəzi müəllimlər hətta bu sualın ümumiyyətlə yəni səhv olmasına şikayətlənirlər. Bizə çünki DNT-nin məlumat RNT sintez olunan bir zəncirində Urasilə müvafiq olaraq adenini tapmaq imkanı verir və biz timinin miqdarını həmin zəncirdə bilə bilmirik deyə ümumi molekulda ciqat rabitələrin sayını tapa bilmirik. Ona görə bu sual belə mənalı sual olduğuna görə çox müəllimdə yəni bunun cavabı səhv çıxdı. Cavab olaraq 5-in 1-ə nisbəti, yəni düzgün cavab A bəndi götürüldü. Amma apellyasiya şikayətlərindən sonra cavab necə dəyişəcək onu bilmirəm. Gövdə çiliyi ilə çoxalan bitkinin kök sistemində hansılar olmaz? Gövdə çiliyi ilə çoxalırsa bitki, təbii ki, toxumla çoxalmırsa burada əsas kök yoxdur. Hansılar olmaz? Deməli, əsas kök olmayacaq və meyvə kök olmayacaq. Çünki meyvə kök əsas kök və gövdənin aşağı hissəsindən yaranır. Cavab 4 və 5 olacaq. Çılpaq toxumu meyvəyə malik bitkidə, yumurtalıqda, ruşem kisəsində yumurta hüceyrə ilə eyni qütbdə olan haploid hüceyrə sayı 12 ədəddir. Bu meyvədə neçə toxum olacaq? Spermlər daxil olmayıb. Ontogenezə aid qəşəng sualdır. Bilirik ki, ruşem kisəsində sonuncu mitoz bölünmədən sonra 8 ədəd nüvə olur. Düz biz buna hüceyrə deyirik, əslində nüvədir. Və bu nüvələrin 4-ü hüceyrənin bir qütbünə, 4-ü də digər qütbünə çəkilir. Sonra hər qütbdən bir hüceyrə gəlib mərkəzdə birləşir, mərkəz hüceyrəni əmələ gətirir və hər qütbdə 3 hüceyrə qalır. Bunlardan da biri yumurta hüceyrədir, çıxırıq. Qalır yerdə 2 hüceyrə və ruşem kisəsində olan haploid hüceyrə sayı bir qütbdə 12 ədəddirsə, ruşem kisələrinin sayını tapmaq üçün 12-ni 2-yə bölürük və 6 ruşem kisəsi tapırıq. Ruşem kisəsi toxumunun sayını müəyyən edir. Deməli, bu bitkidə 6 toxum olacaq. Növbəti sual Down sindromlu kişi ilə bağlıdır. Down sindromlu kişidə nə olar? Aneuploidiya rast gəlinir, doğrudur. Uzun yuxarı ətraflara malikdir, əksinə ətrafları qısa olur. 3 qısa qollar göz yarığıdır. Bu doğru cavabdır. Uzun barmaq, xeyr, uzun barmaq
Deyil, əksinə barmaqlar qısa olur. Uzun barmaqlar araxnodaktiliya xəstəliyi üçün xarakterikdir. Xromosom müxtəlifliyi 24-dür və bilirik ki, heteroqamet orqanizmlərdə Down olub-olmamasından asılı olmayaraq, heteroqamet orqanizmlərdə xromosom müxtəlifliyi haploid dəstdən bir vahid artıqdır. Yəni xromosom müxtəlifliyi 24-dür kişidə. Burada Downa aid olan xüsusiyyətlər deməli 1, 3 və 5 olacaq. Binar nomenklaturanı elmə daxil edən alimə aid olanları seçin. Binar nomenklaturanı elmə daxil edən Karl Linneydir. Biz Linneye aid olan xüsusiyyətləri götürəcəyik. Canlıları sistemləşdirərkən morfoloji əlamətləri əsas götürmüşdür. Doğrudur. Qradasiyanı göstərmişdir. Bu Lamarka aid xüsusiyyətdir. Növ, cins, dəstə, sinif kimi kateqoriyaları daxil etmişdir. Linney təkamüldə qohumluq və mənşəyi əsas götürmüşdür. Lamark. Ördəkburun ördəkdən fərqlənir. Ördəkburun bilirik ki, ilk məmməlidir, yəni yumurta qoyan məmməlidir. Onun ördəkdən fərqi nədir? Balasını südlə bəsləməsi və diafraqmaya malik olması. 1 və 3. Digərlərinə baxırıq. Rüşeymin inkişafı zamanı yalnız rüşeym diski bölünür. Bəli, yumurta sarısına, iri yumurta sarısına malik olan orqanizmlərdə bilirik ki, sarılıq maddəsi çoxdursa, burada yalnız rüşeym diski bölünür. Sərt qabıqlı yumurta qoyması da quşlarla eyni xüsusiyyətdir. 23-cü sual vitaminlərlə bağlıdır. Təzə 8-ci sinif dərslikdən olan sualdır. Hansı vitamin çatışmazlığı yaraların sağalması, sümüklərin bitişməsi, ləngiyir, yoluxucu xəstəliklərə qarşı müqaviməti zəifləyir, seyidlik inşalarda iltihab baş verir. Söhbət təbii ki, C vitaminindən gedir. Soğanaq və kök yumruları mövzusundan asılı olaraq mənbə və hovuz rolunu oynaya bilir. Bu fikrə əsaslandıran düzgün cavab hansıdır? Bu da eynilə dərslikdən olan bir məlumatdır. 8-ci sinif dərslikdə qeyd olunub. Kök və gövdə üzrə maddələrin toplanmasında bu orqanlar hovuzda ola bilər, mənbə rolunda oynaya bilər. Toplanırsa hovuzdur, sintez olunub daşınırsa mənbədir. 25. Eyni aləmin nümayəndələri törədir. Leishmaniyanı heyvanlar, toksoplazmanı heyvan, quduzluğu virus, malyariyanı heyvan, vərəm isə bakteriya törədir. Yəni eyni aləmin nümayəndələri, yəni heyvanların törətdiyi leishmaniya, toksoplazmos və malyariya olacaq. 1, 2, 4. Araxnodaktiliya və albinizmə aiddir. Birləşdirici toxumanın normal formalaşması bilirik ki, araxnodaktiliyada pozulur. Hörümçək barmaqlar araxnodaktiliya üçün xarakterikdir. Göz billurunun quruluşuna da təsir edir. Melanin sintezi isə pozulur albinizm xəstəliyində. 27-ci sual dövrlərlə bağlı olan sual idi. Perim Devon Kember göstərilmişdi və uyğunluq tipli sual. Dişlərin ixtisaslaşması bilirik ki, Perimdə qonuriosomlar geniş yayılmışdır. Kemberdə qıcılar meydana çıxır Devonda, stegosefallar meydana çıxır Devonda, xitin skelet yaranır Kemberdə. Yəni əzbər məlumata əsaslanan bir sualdır. Növbəti 28-ə baxırıq. Tədqiqatçılar canlılarda aşağıdakı prosesləri müşahidə edir. Orqanizmin rəngi yaşadığı mühitdən seçilmir. Buna nə demişdik? Mühitə uyğun rəng. Mühafizə vasitəsinə malik olan növlərdə parlaq ləkələr, qırmızı, sarı zolaqlar, zəhərli ifrazat olur. Buna demişdik xəbərdar edici rəng. Orqanizm öz xarici görünüşü ilə hər hansı hərəkət edə bilməyən əşyaya oxşayır. Buna demişdik maskalanma, birinci növ maskalanma. Orqanizm özünü müdafiə oluna bilməyən hər hansı bir əşyaya hərəkətsiz bir əşyaya bənzədirdi. Məsələn, çubuq həşərat çöpçənin çöpə bənzəməsini misal göstərə bilərik. Bununla bağlı bizdən yanlış fikri istəyirdi. Hər üç xüsusiyyət yalnız abiotik amillərə qarşı istifadə olunur. Yanlış fikir bu idi. Çünki biz bilirik ki, bunlar qırmızı və sarı zolaqlarını, zəhərli ifrazatını, hətta təhlükə anında qorxuducu duruş, donub qalma kimi xüsusiyyətləri düşmənlərə qarşı da istifadə edirlər. Yəni biotik amillərə qarşı da istifadə edə bilirlər. 29-da yanlış fikir istəyir bizdən. Hər antigenə qarşı müəyyən anticism olur. Bu doğrudur. İkinci yoluxmadan sonra qanda antitel artır. Bəli, ikinci yoluxmadan sonra antitelin miqdarı qanda yüksəlir. Peyvənd pasiv immunitet yaradır. Yanlış olan C variantıdır. Çünki peyvənd pasiv yox, aktiv immunitet yaradır. Pasiv immunitet o zaman yaranır ki, orqanizmə antitel xaricdən daxil olsun. Peyvənddə isə orqanizmə
xəstəlik törədiciləri və mikrobları zəiflədilmiş halda vurmaqla orqanizmin özünün, antitel yaratması təmin edilir. Yəni peyvənd aktiv immunitetə aiddir. Meningokok endotoksinə aid deyil. Meningokok endotoksini bilirik ki, ən təhlükəli, endotoksinlərdəndir. Bununla bağlı yanlış olan belə idi cavab variantı ki, meningit bakteriyaların həyat fəaliyyəti nəticəsində yaranır. Çünki bilirik ki, bakteriyanın həyat fəaliyyəti nəticəsində yaranan endotoksin deyil, ekzotoksindir. Sonra mikroskopun böyütmə dərəcəsinə bağlı belə bir, sual var idi. Şəkil ölçüsü, faktiki ölçü, böyütmə dərəcəsi, okulyar obyektivin şəkli və üzərindəki rəqəmlər bizə verilirdi. Birində şəkil ölçüsünü, digərində, böyütmə dərəcəsini, birində də faktiki ölçünü soruşurdu. Asan sual tipidir. Yəni düsturda, tətbiq etməklə, şəkil ölçüsünü faktiki ölçüyə bölməklə biz, mikroskopun böyütmə dərəcəsini tapa bilərik. 31-ci sual, doğru cavabı istəyirdi bizdən. Burada böyümə hormonunun geni, sıçanın ziqotuna yerləşdirilir və bu ziqot, daşıyıcı ananın balalığına qoyulur və əmələ gələn fərdlərdə digər balalarla müqayisədə, yəni təcrübə aparılmayan ziqotdan alınan sıçovul balaları ilə müqayisədə, ölçülərin daha iri olduğu görünür. Bununla bağlı doğru olan, A variantı, əmələ gələn fərdlərdə böyümə hormonu geninə bəzi hüceyrədə rast gəlinir. Bu doğru deyil. Əmələ gələn fərdlərdə böyümə hormonu geninə bütün hüceyrələrdə rast gəlinir. Doğru cavab bu idi. Çünki bütün hüceyrələr başlanğıcını ziqotdan götürür və gen də ziqota daxil olduğuna görə bütün hüceyrələrdə bu genə rast gəlinəcək. Belə bir variant da var idi. Genin təsiri müvəqqəti olur. Bu da yanlışdır. Çünki, 3 nəsil boyunca, genin təsiri izlənilirdi. 32-ci sual, burada şəkildə əks olunan sual idi birə-bir, və burada, yanlışı soruşur. Yanlış olan, deməli B variantı idi. Paxlaların kökündə yaşayan faydalı bakteriyadır. El amoniaka nitritə çevirən bakteriyadır. Yəni söhbət nitrifikasiya bakteriyalarından gedir. Nitrifikasiya bakteriyaları isə paxlanın kökündə, paxlalı bitkilər köklərində yəni yaşamır. Paxlalı bitkilərin kökündə yaşayan faydalı bakteriyalar yumrucaq bakteriyalardır. Digər cavab variantlarına baxırıq. A, deməli K həm prokariot, həm də evkariot ola bilər. K üzv qalıqları amoniaka parçalayır. Bəli, bunlar, yəni redusentlərdir. Bunlar həm bakteriya, həm də göbələk ola bilər. Ona görə həm prokariot, həm də evkariot ola bilər. C variantı, M üzvü maddələri oksidləşdirməklə enerji əldə edir. M nitriti nitrat turşusunu oksidləşdirir. Yəni nitrifikasiya bakteriyalarından söhbət gedir. Bunlar da, bəli, oksidləşdirmə prosesi ilə enerji əldə edirlər. Sonra D variantına baxırıq. N torpaqda azotun miqdarını azaldır. N nitratı azot qazına, parçalayır. Azot qazı da atmosferə çıxır. Buna görə torpaqda miqdarı azalır. Bu da doğru cavabdır. Sonra həyatın yaranması ilə əlaqədar belə bir sual var idi. Düzgün ardıcıllığı istəyirdi bizdən. Bilirik ki, birinci, deməli, lipidlər, zülallar və polinukleotidlər, ikinci mərhələdə konservatlar, üçüncü mərhələdə isə özünü türətmə xüsusiyyətinə malik olan, quruluş yaranmışdı. Yəni buna ardıcıl düzməyi bizdən istəyirdi. A, D, B, C, Y ardıcıllığı olacaq. Sonra belə bir cədvəl var idi. X, Y, Z və onlarda olan rabitələr. Baxırıq, X-də makroergik rabitə var. Peptid hidrogen rabitəsi yoxdur. Deməli, X ATF-dir. Y, peptid hidrogen rabitəsinə malikdir. Makroergik rabitəsi yoxdur. Y zulaldır. Z-də yalnız hidrogen rabitəsi var. Z də polinukleotiddir. Yəni DNT və ya RNT-dir. Bunlardan hansılar viruslarda ola bilər? Təbii ki, ATF olmur virusda. Zülal və DNT ya RNT ola bilər. Yəni Y və Z doğru cavabdır. Sonra müəllimlər, toz ağacı qarışcası kəpənəyində sənaye melanizminə aid şəkil vardı. Toz ağacının birinci şəkildə gövdəsi tündləşmiş, tünd fonda həm tünd rəngli, həm açıq rəngli kəpənəklər var idi. Quşlar tərəfindən təbii ki, açıq rənglilər yeyilmiş. Sonra yanında ikinci bir şəkil var idi. Şəkildə göstərir ki, hava şəraiti təmizləndikdən sonra
ağacın da gövdəsinin rəngi açılır və belə olan halda, yəni havanın əgər, təmizlənirsə, populyasiyada hansı dəyişiklik baş verə bilər? Belə bir şey soruşurdu sualda. Əgər hava təmizlənirsə və, ağacın gövdəsinin rəngi açılırsa, deməli açıq rənglilər üstünlük təşkil edəcək və onların, miqdarı artacaq. Yəni belə idi doğru cavab. Sonra genetikadan epistaza aid, bir sual var idi. Ada dovşanlarında çarpazlaşmanı vermişdi. 4 dənə çarpazlaşma vermişdi. Sadəcə olaraq mən o dovşanların genotiplərini xatırlaya bilmədiyim üçün qeyd eləyə bilmədim. Bir çarpazlaşmada 2 boz ada dovşanı idi, digərində 2 qara, növbətidə də, ağ, qara idi səhv eləmirəmsə, bir də boz və başqa rəng dovşanın çarpazlaşması idi. Bizdən bu çarpazlaşmalara müvafiq olaraq maksimum fenotip müxtəlifliyinin artma sırası ilə düzməsini, yəni müqayisəsini istəyirdi. Və bir sual da genetikada Morgan məsələsi ilə bağlı idi. Qeyri-allel genlər eyni homoloji xromosomlarda yerləşirdi. Bununla bağlı crossing overin baş verdiyi və baş vermədiyi hallarda və yaxud da bir valideyndə baş verdiyi halda fenotipə görə parçalanma filan soruşurdu o sualı. Ümumiyyətlə yadıma demək olar ki, sala bilmədiyimə görə, tərtib eləyə bilmədim. Bu qədər müəllimlər. Ümumi olaraq, yəni imtahan suallarını əslində mən daha, belə deyək, məsələlərin çox olduğu, ontogeniz biokimya bölmələrindən samballı, çətin sualların olduğu tipdə gözləyirdim, və, təzə dərsliklərdən əslində çox sual var idi, və düşünürəm ki, burda işləməyən müəllimlərə müəyyən qədər haqsızlıq oldu. Çünki işləyən müəllimlər, yəni biz işləyirik, dərsliklərlə tanışıq. Yeni dərsdən sual düşəndə, yəni işləyə bilirik rahat, amma digər müəllimlər təzə dərsliklərdən, çox müdavim, yəni oxumayıb, hazırlaşmayıb deyə təzə dərslikdəki suallar onlara, çətin gəldi. Düşünürəm bu nöqtədə bir, haqsızlıq oldu. Bir də, məsələn keçənki imtahan sualları düşünürəm daha samballı, daha, ağır suallar idi, nəinki bu ilki suallar. Yəni bir sözlə mən bu ilki imtahan suallarını bəyənmədim. Hər kəsə uğurlar.